Dövlət xəstəxanalarında yoxlama, xeyli sayda şəxs cəzalandırıldı, işdən çıxarılanlar var. Report xəbər verir ki, bu barədə təbib məlumat yayıb. Bildirilib ki, bu il aprel ayından aparılan yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. Təbibdən verilən məlumata görə hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.